Salam hər kəsə. Bu günləri pul qazana biləcəyiniz, sosial şəbəkələri takip eləyərək və tapşırıqları yerinə yetirərək pul qazana biləcəyiniz bir sayt göstərəcəm. Sayt 100% ödəniş eləyir. 20 ilə yaxındır ki, hal-hazırda aktiv şəkildə işləyir. Saytda necə qeydiyyatdan keçmək olur və necə çıxarış eləmək olur və sonda isə bank kartına necə ata bilərsiniz, onları izah edəcəm. Bu da mənim çəkdiyim pullardır burada gördüyünüz kimi. Necə qazanmaq olur? Gəlin ona keçək. Tapşırıqları tamamlayaraq ödəniş alın yazıb. Sosial şəbəkələrdə səs verin, veb saytları nəzərdən keçirin, linkləri izləyin və sairə kimi, məsələn, TikTokdur, Instagram olsun və sairə kimi sosial şəbəkələri takip eləyərək buradan pul qazanırıq. Burada pul çəkmə karşılıqlarından Visa və Payer var və başqa da pul qabları var, amma ki, ən çox istifadə olunan Payer və Visa kartdır. Məndən olsa pulunuzu Payerə çəksəniz yaxşı olar. Gəlin qeydiyyatı tamamlayaq, sizə göstərim sonra. Tapşırıq üzrə qazanım bölməsi var burada. Bunu aktiv eləyirsiniz. Bunu aktiv etdikdən sonra burada istifadəçi adınızı və e-posta, parol, yenidən parolunuzu daxil eləyirsiniz. Bunları düzgün bir şəkildə yazdıqdan sonra istifadəçi şərtləri ilə razıyam düyməsini daxil eləyib tıkı aktivləşdirirsiniz və indi qeydiyyatdan keçin düyməsinə daxil olursunuz. Əgər suallarınız olsa həm yorumlara, həm də Telegram qrupumuza gəlib suallarınızı yaza bilərsiniz. Və indi qeydiyyatdan keçin düyməsinə daxil oluruq. Qeydiyyatı tamamladıqdan sonra sizin Gmailinizə orada söz yazılacaq. O sözə daxil olub Gmailinizə pul göndərəcək. Hal-hazırda balansı mənim 15 rubla yaxındır. Bunda elə qiymətinə gəlin burada baxaq. O doğrulamanı etdikdən sonra hesabınız tam olaraq aktivləşir. Məsələn, 14.93 rublun qiyməti bizim puldan 30 qəpiyə yaxın puldur. İndi videonun səsini mən sonradan yazıram. Hal-hazırda balansım 18 rubla yaxındır. Belə deyim, rahat qazanmaq olur burada, əgər istifadə etsəz daima. Biraz istifadə etdikcə proqramın, saytın, çəmin bilirsiniz. Çəmin görəsini bildikdən sonra daha çox qazancı əldə etmək olur. Burada necə pulu çəkirik, onları da izah eləyəcəm videonun sonlarında. Sonra bank kartına atmaqdır. Zaten onları Telegramdan gəlib yazarsınız mənə. Balansınızda olan pula köməklik eləyərəm onları bank kartına atmağa. Məsələn, balansınızda tutaq ki, Payer hesabınızda 50 rubl var, onu bank kartına ata bilmirsiniz. Gəlib yazarsınız mənə, köməklik eləyərəm onu bank kartına atmağa. Burada məsələn tapşırıqlardır, axırıncı tapşırıqlarda sarılar yoxlamada olanlardır. Yaşıllar çəkdiklərimdir, qırmızılar da bunların səhv göndərildiyi ekran görüntüləridir. Burada necədir? Məsələn, gördüyünüz kimi çəkmişəm burada pulları hamısını. Gəlibdir əsas balansıma. Rahat bir şəkildə qazanc əldə etmək olur. Ya çox əziyyət çəkmirsiniz, yalnız sosial şəbəkələri takib edərək qazanc əldə edirsiniz. Gəlin başlayaq biz buradakı tapşırıqları həll etməyə. Tapşırıqlar çox sadədir və rahat da həll olunur. Yalnız ekran şəkilləri çəkərək tapşırıqları həll edirsiniz. Burada reklamlar belə deyəndə məsələn 30 saniyə reklamlar da var. Məsələn burada deyir ki, bizə bu reklamda sizə 0.3 rubla yaxın rubl verəcək və bu Telegram səhifəsini siz qatılırsınız və qatıldıqdan sonra bunun ekran görüntüsünü çəkib bizim səhifəmizə göndərirsiniz. Məsələn, ekran görüntüsünü çəkirik, çəkdikdən sonra isə buradan çıxış eləyib qayıdırıq o saytın özünə və burada aşağıda şəkil yerinə daxil oluruq və yuxarıda yaşıl düyməyə daxil oluruq və burada qaleriyadan o şəkili tapırıq. Tapdıqdan sonra isə burada göndər və config düyməsinə daxil olaraq tapşırığı bitirdim düyməsini daxil edirsiniz və orada sizə SMS gəlir. Məsələn, aşağıda gəldi ki, sizin tapşırığınız bu reklamı yerləşdirən menecerə göndərdi və sizə bu haqda məlumat verəcək. Əgər tapşırığınız düzdürsə, problem yoxdur, ödəyəcəklər sizin pulunuzu. Məsələn, bunun ekran görüntüsünü çəkirik. Bunu deyir ki, bəyən. Bəyəndikdən sonra ekran görüntüsünü alırıq və qayıdırıq yenidən bu səhifəyə və screenshot düyməsinə daxil oluruq. Bir-iki tapşırığı edəcəm. Əgər probleminiz olsa, hər hansısa bir qeydiyyatdır, ya pul çəkmədir və s. kimi problem olsa, gəlin yazın. Mən sizə köməklik eləyəcəm o problemi aradan qaldırmağa. Burada mən hal-hazırda balansımda 14 rubla yaxın rubl var. Ən azı 10 rubl olanda balansındakı pulu çəkmək olur. Mən biraz yığacam pul, hardasa bir 100-120 rubla yaxın olanda həm videonun daxilində göstərəcəm, həm də pulumu çəkəcəm. Məsələn, bunun da ekran şəklini çəkib atırıq ora. Telegram kanalına məsələn abunə olduq. Yoxlayır və yoxlandıqdan sonra
bizim mükafatımızı verəcək. Ən çox Telegramdır. Telegram səhifələrinə abunə olursunuz. Belə bir şey var. Qeydiyyatdan keçdikdən sonra hal-hazırda ayın 23 göstərir məndə. Ayın 23-ü pul çəkmə aktivləşəcək. Bu niyə belədir? Sizin məsələn Payer ya başqa pul qabı əlavə edirsiniz. O pul qabının doğru olub olmadığı və ondan başqa məsələn bu saytda fake səhifələrdən istifadə etməyinə icazə vermir deyənə. Yoxlayacaqlar görək nə vaxtsa bu saytda bu Payer nömrəsi istifadə olunub yoxsa yox. Əgər olunubsa X gələcək, amma əgər qeydiyyatınız ilk istifadə eləməmisinizsə sizin pul çəkmə təsdiqlənəcək və hardasa 2 gündən sonra bu saytdan pulunuzu çəkə biləcəksiniz. O vaxta kimi qazanın. İndi mən 100% çəkmək olur. Çəkməkdə heç bir problem yoxdur. Çünki mən o vaxtda bu saytı çox istifadə edirdim. Hardasa günlük qazancım mən hardasa belə götürəndə YouTube-a başlamamışdan qabaq da bu saytı istifadə edəndə hardasa 2 manata yaxın, 2 manat 50 qəpiyə yaxın günlük qazanc əldə edirdim. Həm də indi bunun reklamları daha çox pul verir. Günlük 5 manata yaxın pul qazanmaq olar məncə, daimi istifadə edəsəz. Belə, burada Litecoin kimi çəkmək olur. Pul qabınızı əlavə edirsiniz. Əlavə elədikdən sonra məsələn Payer, mən əsasən Payer çəkəcəm pulumu. Gələn videolarda da pulumu göstərəcəm ki, həqiqətən ödəniş eləyir. Bu səsi videodan sonra yazdırıram. Üstünə qoyulma səsidir, danışdığım səs. İndi hal-hazırda balansım 20 rubla yaxındır. Onu deyim sizlərə. Çünki burada elədiklərim təsdiqləndi və balansıma pulu ödədilər. İndi mən bunu belə paylaşıram. Burada belə bir şey də var. Bunları da izah edeyim sizlərə. Məsələn, əgər siz Okrudakı olan tapşırıqları həll etmək istəyirsinizsə ya da eləmək istəmirsinizsə, bu tiki aktivləşdirməmək seçənəyi var. Məsələn, mən bəzi saytlarda istəmirəm qabama tapşırıqlar çıxsın. Məndə aktiv olanlar Telegramdır, Instagramdır və s. kimi bir-iki dənə sosial şəbəkələrdə aktivdir. Bir də reklamları, sırf reklamları izləməkdir. Onları aktiv eləmişəm. Çünki mən Facebookda qeydiyyatım yoxdur, nə bilim, belə götürəndə başqa Okruda qeydiyyatım yoxdur deyənəm. Qeydiyyat tələb eləyir ki, kimizə takib eləməyə görə. Bu da referal sistemidir. Birinci referalların 7% referal linkini paylaşan insana gedir və başqa belə təkliflər var. Belə ola bilsin ki, yarışmalar keçirdim. O yarışmalarda bu referaldakı olan balansı izləyicilərimlə paylaşdım. İndi hələ ki referal yoxdur. Əgər normal referal olsa, məsələn, referallardan 2-3 azın qazanmaq olsa, bu sayt vasitəsilə yarışmalarda verəcəm, paylayacam insanlara. Artıqdan bonus kimi yarışmalarda iştirak etsinlər və qazansınlar. İndi gələn videoda açıqlayacağam hər şeyi. Əgər referallar yaxşı olsa, bunlarla da paylaşacağam. Bunların tətbiqi də var. Tətbiqini də yükləyə bilərsiniz. Play Marketə mövcuddur. Tətbiqi də elə oxşar bir şeydir. Burada məsələn tətbiqi ən çox sörf reklamları ilə yarayır. Elə saytın istifadə eləsəz yaxşıdır. Bax mən o vaxt istifadə edəndə bu saytı, bunun saytı reklamları düzgün işləmirdi. Yalnız tətbiqindən istifadə edib pul qazanmaq olurdu. O da sırf reklamlar kimi. Məsələn burada deyir ki, bu səhifələri keçirsiniz, hər qarşınıza çıxdıqca neçə dənə səhifə, 9 dənə səhifə keçəsiniz və sizə 0.4 rubla yaxın, başda 5 rubla yaxın sizə rubl verəcək. Belə pulunuzu yığırsınız, sonra da çəkirsiniz. Çox sadə və rahat qazanc üsuludur. Əgər suallarınız olsa yorumlara ya Telegram qrupumuzda bizə yaza bilərsiniz. Kanalımıza da videomuza baxdığınıza görə çox sağ olun. Videomuzu bəyənin, yaddan çıxartmayın. Çünki əziyyət çəkirik. Bu boyda vaxt itkisi eləyirik, video hazırlayırıq, axırda da heç kim bəyənmir. Videomuz düşür aşağı səviyyələrə. Ona görə də kanalımıza abunə olub videomuzu bəyənin. Bir dənə də maraqlı bir şərh yazsaz yaxşı olar. Belə bu qədər dostlar. Başqa izah eləyəcəyim heç bir şey yoxdur. Bir də belə bir şey deyim. Telegram qrupumuzu sizlərə paylaşayım. Videonun alt hissəsində Telegram qrupumuzu yerləşdirəcəm və burada pul çəkdiklərimi göstərirəm. Videomuz bu qədər dostlar. Gələn videolarımızda görüşənədək salamat qalın. Sağ olun. Hələlik.